Zülallar deməli, yoldaşlar, uşaqlar, zülallar biopolimerlərdir. Biopolimerlərdir və zülalların monomeri amin turşulardır. Nədir? Amin turşulardır. Ay, sağ ol, amin turşulardır. Amin turşular normalda 3 hissədən ibarətdir. Amin qrupu, karboksil qrupu və radikal. Zülal amin turşuları amin qrupunun və karboksil qrupuna görə bir-birinə oxşardır. Amma radikala görə fərqli olurlar. Hər amin turşunun radikalı fərqlidir. Təbiətdə 150-yə qədər amin turşu var, amma bunlardan 20 dənəsi zülalların tərkibinə daxildir. Biz dedik ki, zülallar amin turşularından yaranır. Amin turşuların bir-biri ilə birləşməsindən. Bəs amin turşuları bir-biri ilə necə birləşir? Baxın, karboksil qrupundan OH, amin qrupundan isə hidrogen birləşir və bir molekul su ayrılır. Və onun yerində peptid rabitəsi yaranır. Və zülalların birincili quruluşu, yəni polipeptid zəncir, peptid rabitələrinin hesabına yaranmış oldu. Və bu polipeptid zəncir çox uzun olur, çox sayda amin turşularının birləşməsindən yaranır və bunlar bir funksiya yerinə yetirmək üçün ikincili quruluş əmələ gətirirlər. Bunlar ikincili quruluş əmələ gətirirlər və ikincili quruluş əmələ gətirərkən bax bu zəncir, bunları indi hər birini kiçik şəkildə yazsaq, bunlar bax beləcə spiral əmələ gətirirlər. Bu olur bunların ikincili quruluşu. Bu spiralların arasında baxın burada belə hidrogen rabitələri olur. Yəni zülalın ikincili quruluşu hidrogen rabitələrinin hesabına yaranmış olur. Və bu spiral zəncirli quruluş daha da mürəkkəb formada birləşərək, indi bunu daha da kiçik şəkildə göstərək, bax, mürəkkəb yumaq əmələ gətirir və ya globula əmələ gətirir. Bu olur zülalların üçüncülü quruluşu. Zülallar öz funksiyalarını yerinə yetirmək üçün mütləq ən azı üçüncülü quruluşa sahib olmalıdırlar. Amma bəzi zülallar vardır ki, onlar daha mürəkkəb funksiyaları yerinə yetirmək üçün dördüncülü quruluş yaradırlar. Dördüncülü quruluş odur ki, bir neçə üçüncülü quruluşa malik olan zülal birləşir. Eyni zamanda bunların tərkibində qeyri-zülali hissə də olur. Və ondan sonra öz funksiyasını yerinə yetirə bilir. Məsələn, hemoqlobin zülalı 4 dənə globuladan və bir dənə qeyri-zülali hissə olan hem maddəsindən təşkil olunmuşdur. Deməli belə. İndi gəlirik zülalların funksiyalarına. Baxın, zülallar nəqliyyat, inşaat, daşıma, hərəkət, fermentativ funksiyaları yerinə yetirirlər. Məsələn, zülalların götürək katalitik funksiyası. Zülallar orqanizmdə fermentlərin tərkibinə daxildir. Mədədə, həzm sistemində ümumiyyətlə o qədər fermentlər var. Hüceyrənin tərkibində o qədər fermentlər var. Yəni lizosomların tərkibində. Və bunlar kimyəvi reaksiyaların gedişində iştirak edirlər. Yəni katalitik funksiya yerinə yetirir. Katalizator nədir? Reaksiyaya girmədən reaksiyanı sürətləndirən maddələrə katalizatorlar deyilir. Və fermentlər özləri bioloji katalizatorlardır. Ona görə zülalların katalitik funksiyaları var, bir. İkinci, zülalların inşaat funksiyaları vardır. Məsələn, xitin bir çox göbələyin və bir çox heyvanın xarici skeletini təşkil edir. Xitin maddəsi. Sonra, zülalların nəqliyyat funksiyası var. Bu nədir? Məsələn, hemoqlobin zülalı qanda karbon qazının və oksigenin daşınmasında iştirak edir. Bu oldu bunların
nəqliyyat funksiyası və ya hərəkət funksiyası. Aktin və miozin zülalları əzələlərin hərəkətini təşkil eləyir və hərəkətə xidmət etmiş olur. Bu da olur zülalların hərəkət funksiyası. Sonra tənzimləyici funksiya, məsələn, hormonlar. Hormonlar orqanizmin daxili mühitinin tənzimlənməsində iştirak eləyir. Bu da oldu zülalların tənzimləyici funksiyaları. Deməli bu denaturasiya nə deməkdir? Denaturasiya yoxluq, natura təbii mənasına gəlir. Yəni təbii xassənin yox olması. Zülallar üçüncülü, dördüncülü quruluşda olur normalda. Və bu quruluş müəyyən səbəblərdən, məsələn, spirtlərin təsirindən, turşuların təsirindən, qələvilərin təsirindən, yüksək temperaturun təsirindən, radiasiyanın təsirindən zülalların quruluşu pozula bilər. Bu ilk öncə zülalın dördüncülü, sonra 3, sonra ikincili quruluşu pozulur və ən sonunda birincili quruluş pozulur. Denaturasiya iki cür olur. Dönər denaturasiya və dönməyən denaturasiya. Dönər denaturasiyaya renaturasiya deyirlər. Əgər zülal molekulu birincili quruluşa qədər, birincili quruluş özü denaturasiyaya uğramayıbsa, bu zaman bu proses dönər olur. Yəni, yenidən zülal əvvəlki quruluşunu bərpa edə bilər. Və bu bərpa etmə prosesi renaturasiya adlanır. Amma əgər zülal molekulunun birincili quruluşu da pozulubsa, yəni bu peptid rabitələri də qırılıbsa, bu zaman artıq bu dönməyən denaturasiya adlanır. Artıq zülal əvvəlki quruluşunu bərpa edə bilməyəcək deməkdir.